Burada bizim datasetdə müəyyən səhvlər mövcuddur. Məsələn, H group adlı üstuna klik edirəm, sonra isə load more deyirik, digər datalar da yüklənir. Burada gördüyünüz kimi 14-oct, aşağıda isə 9-my məlumatları var. Təbii ki, bunlar bu üstündə olan yanlış məlumatlardır. Yəni, burada oktyabrın yerində 10 olmalıdır. Mayın əvəzinə isə 5 ola bilər. Çünki söhbət yaş qruplarından gedir. İlk növbədə mənbə sənədləri nəzərdən keçirək. İlk mənbə sənədimizi mən burada WordPad vasitəsilə açıram. Hal-hazırda datalar yüklənir. Yəni, bu problemin qaynağını biz araşdırırıq. Ya problem desktopdan asılı olacaq, ya da data mənbədən. Bir qədər aşağıya geçsək, biz orada həmin dataları görmüş oluruq. Hal-hazırda görürsünüz 14-oct və mayla da bağlı məlumatları biz burada görə bilərik. Deməli, bizim problem birbaşa mənbə ilə əlaqədardır. Onun üçün biz bu problemi yalnız query editorda həll edə bilərik. İndi bizə lazım olan xüsusiyyət replace funksiyasıdır, hansı ki biz onunla dəyərləri dəyişdirə bilirik. Onu seçmək üçün bir çox yolumuz vardır. Məsələn, sütun üzərində sağ klik etməklə burada replace edə bilərik. Gördüyünüz kimi replace values qarşımıza belə bir pəncərə açılmış olur. Həmçinin home tabında replace values deməklə də həmin dəyişikliyi biz burada da edə bilərik. Gördüyünüz kimi 2 sətr çıxır qarşımıza. İlk olan tapmaq istədiyimiz dəyərdir. Sonra isə onu nə ilə əvəzləməli olduğumuzu bildirməliyik. İlk olaraq tapmaq istədiyimiz dəyər yerinə biz 9 may yazırıq və onun nə ilə dəyişdirməli olduğunu burada bildirəcəyik. 5-9, yəni 5-9 yaş arası burada bildiririk. O klik etdikdə mən yenidən load more deyirəm. Hazırda datalar yüklənir və gördüyünüz kimi həmin 9-may hissəsi yox olmuş oldu. Yəni biz onu digər bir dəyərlə 5-9 dəyəri ilə dəyişdirmiş olduq. Hal-hazırda 14-oktyabrda qalır. Onu da başqa üsulla biz dəyişə bilərik. Məsəl üçün filtrə daxil olaq. Bütün seçimləri qaldırıb, hal-hazırda mən onları yükləyirəm yenidən. Bu daha rahat bir üsuldur. Bütün seçimləri qaldırırıq. Sadəcə 14-oct qalır. O klik edirik. Gördüyünüz kimi ancaq həmin dəyərlər qarşımıza çıxır. Sonra bir sətrə klik edirik və burada replace values. Sağ kliklə replace values seçirik. Gördüyünüz kimi avtomatik olaraq tapmalı olduğu dəyəri birinci sətirdə yazdı. Biz isə onu 10-14 aralığı ilə dəyişirik. O klik etdikdə bütün sətirlər burada dəyişmiş oldu. Digər dəyərləri də görmək üçün biz sadəcə filtered rows hissəsini silə bilərik və gördüyünüz kimi əvvəlki datalar qarşımıza çıxır. Yüklənir və həmin dəyərlər, yanlış dəyərlər daha düzgün dəyərlərlə dəyişdirilmiş oldu. Replace values olduqca vacib bir xüsusiyyətdir. Növbəti dərsdə görüşənədək.